Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud yaxşı olmağa neyinirsiniz, çalışırsınız. Suallarınıza cavab vermək istəyirəm. Sual verirsiniz ki, bu nevrozun səbəbi nədir? Niyə nevroza düçar olursan? Nevrozun iki səbəbi var. Bir, egzogen nevrozdur, bir də endogen. Egzogen hər hansı bir travmalardan yaranan nevrozdur. Endogen neuromediatorların disbalansıdır. Yəni anadan gəlmə olur. Onu yəni həkimlər araşdırır və bilir. Öz başına deyirsiniz, yəni bu xəstəlikdən qurtulmaq olarmı və yaxud yox. Bəzi nevropatoloqlar və yaxud həkimlərə gedib müraciət edirsiniz, daha kardioloqlara müraciət edirsiniz. Onlar sizə nə deyir? Get, sənin öz əlindədir, qorxma, get, nə bilim, başvurqat, işdə və s. Xeyr, mənim əzizlərim, nəyə görə ən çox egzogenlərdə nəyə görə nevroz yaranır? Daxili konflikt deyirlər, yəni vnutrinni konflikt. Onun fonunda yaranan bir xəstəlikdir. Çox vaxtlar. O nə deməkdir? Deyəcəksiniz, vnutrinni konflikt, daxili konflikt nə deməkdir? Məsəl üçün, siz məsəl çəkirəm, ağlıma bu gəldi ona görə. Məsəl üçün, sizin ailəniz var, 3 uşağınız var və bir xanımla da, məsəl üçün, xoşunuz gəlir, simpatiyanız var və yaxın münasibətiniz yaranmaq üzrədir. Vnutrinni konflikt nədir? Daxili konflikt. Siz düşünürsünüz ki, yəni asazmanlı bir bölmə, şuur düşünür ki, olmaz. Mənim 3 uşağım var, ailəm var, olmaz. Amma şuur altı nədir? Tanış olsaydım pis olmazdı, ehtiyacım var, qayğıya, filana, bəsməkana və s. Anlatabildim mi? Bu vnutrinni konfliktdir. Şuur altı deyir ki, istəyirəm, sizdə o qədər istəklər var ki, filan şey istəyirəm, filan şey istəyirəm, filan şey istəyirəm. Amma asozmanlı, yəni bölüm, şuur nə deyir? Bu mümkünsüzdür, bunlar mümkünsüzdür və başlayır konflikt orada. Anlatabildim mi? Nəyə görə siz ondan çıxa bilmirsiniz? Bu özü daxili travmadır. Nəyə görə çıxa bilmirsiniz? Çünki sizin mexanizmi, qoruma mexanizmi buna imkan vermir. Anlatabildim mi? İmkan vermir deyə siz qərar verə bilmirsiniz. Siz düzgün interpretasiya edə bilmirsiniz. Sizin düşüncələriniz hamısı yanlışdır. Mexanizm sizə imkan vermir. Amma psixoterapevt, psixoloqlar elədir ki, həmən o mexanizmi abxadit eləyir, düz, yəni düz, onu yan keçir ondan və düz istiqamət verir sizə. Siz də həmən o istiqamətlə gedəndə görürsünüz ki, rahatlaşma var artıq, rahatlaşırsınız. Ona görə bu lazımdır. Kim ki deyir, yəni öz əlindədir, filanı, bəsməkandır, belə şeylərə qulaq asmayın, tamam mı? Bir şey də vurğulayayım ki, yenə dediyim kimi, elə nevrozlar var ki, müvəqqəti təşviş, həyəcan deyilən bir şey var. Onlar müvəqqəti stres yaşayırlar. Tipopodobnu, yəni nevroza oxşar bir şey olur. Və beyin özünü qorumağa çalışır və bərpa eləyir. Bərpa eləyir və bunlar düşünür ki, mən özüm bunun öhdəsindən gəldim, bəzi məsələlərlənsə, məsələmlə
demək mən hamısına kömək eləyə bilərəm. Bu yanlışdır. Görərsiniz ki, biraz da usuqubləyəni gedəcək, yəni biraz da ağırlaşacaq. Çünki səbəb tapılmalıdır, səbəb yoxdur. Anlatabildim mi? Kök var orada, kök. Bax, qrip olursunuz məsələn. Burnunuz axır, öskürürsünüz, qızdırma var. Siz nəyi müalicə edirsiniz? Burun axmağını, öskürməyi, yoxsa qripi, soğuq dəyməni, antibiotiklər vurdurursunuz, nə bilim, nələrsə eləyirsiniz ki, bu qripin qarşısını alasınız və simptomlar özləri geçsin. Düzdür, burun axma da kəsilsin, öskürmə də kəsilsin, qızdırma da kəsilsin, düzdürmü? Bu da elədir. Bunun da kökündə hansı travmatik bir şey qalıb, onu həllini tapmasan, bu elə beləncikdə davam eləyəcək, tamam mı? Ta ki o həll olunmayana qədər. Və yaxud endogenlərdə onlar hər fəsildən fəsil müalicə almalıdır. Və bu həyata bir növ öyrəşməlidirlər. Öyrəşməlidirlər necə? Bizim texnikalarla, yəni beyni ona alışdırmalıdırlar. Beyin vərdiş halına almalıdır. Yəni qabaq siz yaşayırdınız onun diktəsi ilə, şuraltının diktəsi ilə. İndi biz ona diktə edirik o texnikalarla və beyin artıq ona alışır, ona vərdiş alır və hər bir halda o onun qarşısını özü alır. Tamam mı? Öyrəşir artıq. Çünki təhlükəsizlik sistemini sönük saxlayır. Demirəm ki, endogenlərdə heç vaxt simptomlar olmayacaq. Bu mümkünsüzdür. Yəni, bir ay, 5 ay, 1 il və yaxud bir neçə həftə içində qısa bir abastreniyalar olur. Görürsünüz, nastreniya düşəcək, yəni əhval-ruhiyyəniz heç nədən və yaxud haralarsa simptomlar olacaq, ağrılar və s. Düşüncələr də ola bilər, tamam mı? Sadəcə bizim texnikalar onun qarşısını mütləqdir ki, yerindəcə həll eləyir və 1-2 saat sizi qıdığlama fason eləyir. Siz öz işinizdə olursunuz, işinizə gedirsiniz, ev işlərini görürsünüz filan. Beyin özü onu həll eləyir. Yəni yardımsız filansız və yaxud təcili yardımsız, nə bilim, qonşusuz, qohumsuz, anasız, atasız. Anlatabildim mi? Beyin özü artıq onu həllini tapır. Endogenlərdə belədir. Çünki bunlarda anadan gəlmə neyromediator pozğunluğu var. Anlatabildim mi? Bəzən abastreniya ola bilər. Hava dəyişiləndə onlar metiasiyası olurlar çox. Hiss eləyirlər dərhal, bir gün qabaq hətta hiss eləmək imkanları var. Yəni ona görə də müalicəni aparanda ağılla, başla eləmək lazımdır, tamam mı? Ümumiyyətlə, depressiv hallarda da, depressiyaya düşən insanlarda da, depressiv hallar biraz nevrozlara baxanda fərqlidir. Depressiyaya düşən insanlarla artıq burada farmaterapiya da lazımdır. Yəni, psixiatrlar işləməlidir mütləq, psixolog, psixoterapevtlər işləməlidir. Hər tərəfdən müdaxilə olmalıdır ki, bu insan özünə gəlsin və bu depressiv haldan çıxsın. O hallara gətirib özünüzü çıxartmayın mənim əzizlərim. Elə ki, hiss elədiniz ki, nəsə var sizdə, qeyri-adi bir şeylər var, düşüncələr və yaxud hərəkətlər, rituallar, dərhal mütəxəssislərə müraciət eləməyiniz məsləhətdir. Çünki gətirib ağır vəziyyətə çıxardırsınız. Sonra ondan əsas da depressivlərdə çox uzun müddətli müalicə gedir və artıq beyin ona alışır. Cüzi bir məsələdə depressiyaya təzədən düşə bilirsiniz. Ona görə o vəziyyətlərə gətirib çıxarmayın. Nevrozlarda biraz fərqlidir. Nevrozlarla biraz asandır işləmək və qaydasına qoymaq tamamilə mümkündür, tamam mı? Belə şeylər nəzərə alın, yəni qulaq asmayın, başa düşməyən şeylərə, video sujetlərə baxırsınız. Orada sizə, məsəl üçün, açıq, aşkar heç kəs hansısa bir seans verə bilməz və yaxud bundan çıxış yollarını deməzlər. Yəni bu ziddi olmaz, qadağadır.
Ona görə də o video sujetlərə qulaq asaraq siz yalnız və yalnız mexanizmi öyrənə bilərsiniz. Necə ki, məndən öyrənirsiniz. Başqa orada heç bir texnika deyilmir, bir şey deyilmir. Siz o videolarla sağalma yəni, imkanı vermir sizə. Və yaxud hansısa kitablar var, şablon kitablar oxuyursunuz. Elə bilirsiniz ki, mən bu kitabı oxuyub tam qutarsam, o Elşən var, Elşən. Hansı kinodur, oxuyur kitabları ki, qayışı bağlasın. Elə bilirsiniz ki, oxuduqca yəni, bu belə olmur. O kitablar yəni, satışda olmur. O yalnız bu həkimlərin puxtələşməsinə görə, inkişafına görədir. Bu sessiyalar verilir, yəni seminarlar verilir. Həkimlər orada iştirak edirlər və onlar öyrənirlər. Kitabları da onlar əldə edə bilirlər. Ona görə də bəzi kitablar, bəzi mənbələrə inanmayın, tamam mı? İnformasiyanı Google-dən, nə bilim, chatlardan, oradan, buradan, yəni heç bir qapalı şeylərdən onlar, məsəl üçün, tip onu aşkar heç yerdə açıq aydın saxlaya bilməz ki, sizə o chat götürsün, sizə versin və yaxud Google tapsın sizin qabağınıza qoysun ki, gəla bu. Var kitablar, görürsünüz ki, bəzən bizə də lazım olur bəzi kitablar. Məsələn, biz kitabı oxuyuruq, bunun ardını istəyirik. Müəllifi, məsələn, filan kəsdə tanıyırıq. Onun, məsələn, kitabı var online. Giririk və təbii ki, ora pul köçürməlisən. Kitabı almalısan və davam eləməlisən. İndi bizə o nəyə görə lazımdır? Orada bir məsələ var. Məsələn, bir dənə sujet var ki, onu ardıdır onu oxumaq üçün, tamamlamaq üçün o kitab ümumi bizə lazım olur. Yəni, belədir mənim əzizlərim. Ona görə də zabujdeniya getməyin. Mən baxıram sosial şəbəkələrdə uşaqlar özlərini keçmiş nevroz adlandırıb səhifələr açılır və cəmaatı dəvət edirlər. Cürbəcür onlara məsləhətlər verirlər. Mən arada girirəm, qulaq asıram. Çox gülünc, çox absurd bir şeylərdir. Yəni, xəstələr biraz da pisləşməyə gedir. Yəni, düzdür, ipaxonlarda belə bir şey var ki, deyirsən, qorxma, nə bilim, məndə də olub, belə şey keçdi, getdi filan bəsməkən, ipaxon bir balaca motivasiya ala bilir, amma o müvəqqətidir, anlatabildim mi? Amma emin o simptomu preadolet eləmək üçün, yəni qarşısını almaq üçün mütəxəssisdən, çünki ipaxonlar biraz ağıllı olurlar, hər kəsə inanmırlar, bəzən həkimə diqqət yetirirlər danışanda. Həkimin kəlmələrinə diqqətlə qulaq asıb kəlməsindən səhvlər tuta bilirlər. Elə ağıllı ipaxonlar var. Yəni, dərhal bilirlər, bu həkim yaxşı mütəxəssisdir, yoxsa elə belə bir şeydir. Dərhal bilirlər. Və onlarda inanc biraz zəif olur. Hər həkimə inanmırlar. Tamam mı? Ona görə də onlar mütəxəssisin ağzından eşidəndə ki, qorxma, bu simptomdan keçib gedəcək və bir-iki texnikaları deyir, o rahatlaşır və o həmən simptom çox qısa müddətdə aradan qaldırılır. Anlatabildim mi? Yəni, bunun dərinlikləri var, bunun çox detalları var. Bu, hər kəsin işi deyil, bu psixoloji xəstəlikdir, bu patoloji deyil. Mən terapevt olum, siz gələsiniz, qarnım ağrıyır, mən də götürüm sizə dərman yazım və o dərmanı bütün terapevtlər də yaza bilər, amma bu psixoloji xəstəlikdir. Burada ən çətin sahələrdən biridir bu. Burada artıq xəstələrin düşüncə tərzi tam fərqli olur, eyni olmur, baxışı tam fərqli olur, interpretasiyası tam fərqli olur, hamısı fərqli olur, eyni olmurlar onlar. Eyni simptomu yaşasalar da düşüncələr fərqli olur, anlatabildim mi? Ona görə də onlarla işləmək üçün mütəxəssis lazımdır. Başa düşdünüz?
onu işləmək üçün mütəxəssis tapmalıdır. Podxodyaşi ona texnikaları, podxodyaşi kəlmələri və meditasiyası da onun ayrıcadır. Belə mənim əzizlərim, nəyi başa düşməsəniz yazın, soruşun. Böyük məmnuniyyətlə cavab verməyə sizə hazıram. Sağ olun, sağlıqla qalın.